Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə Matadrom deyilən ərazidə avtovağzal metrosundan 5 dəqiqəlik məsafədə, metroya yaxın ərazidə, demək, haradasa 4 sota yaxın, 3 neçə deyək də, belə 3.7 sotun içində, demək, 4 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Bax, gördüyünüz kimi bu evin biz yan tərəf böyründən çəkirik. İndi həyət giriş hissəsində çəkəcəyik. Buranı çəkirik ki, burada bağı, bağçası gözəl bir şərait yaradıb ev sahibi. Burada belə yaşıllıqlar var. Sadəcə ev sahibi burada yaşamır deyə biraz baxımsızlıqdır, amma ev həqiqətən çox əlverişli yerdə yerləşir. Həyəti bacası yayda oturmaq üçün gözəl bir şərait yaradıb burada. Gördüyünüz kimi, hörmətli izləyicilər, bax, burada yayda oturmaq üçün manqalxanası, yay mətbəxi kimi belə bir gözəl bir şərait yaradıb ev sahibi. Həyətə belə bu besetkası deyə sayılır. Nar ağacları var, belə gülü çiçəkləri var. Ev həqiqətən çox gözəl yerdə yerləşir. Qapının ağzına qədər demək olar, asfalt olan ərazidə yerləşir. Bu qapıda, hörmətli izləyicilər, yayda mətbəxdən birbaşa, yəni evdən birbaşa bu tərəfə, yəni qulluq eləmək üçün, yəni gedib gəlmək üçün belə bir qapı qoyub ev sahibi burada. Keçən indi darvazadan giriş hissəsinə baxaq, evin giriş hissəsinə. Gördüyünüz kimi, buradan demək, evin giriş hissəsidir. Bax, buradan giriş hissəsidir. Həyəti, bax, belə yenə də buradan maşın girən həyətidir. Üzüm çardağıdır. Ev yaşıllıqla, yəni demək olar, bürünür. Bu hissəsi də, bax, giriş hissəsi də. Hörmətli izləyicilər, evin qabağına da bax, belə qabancıq düzüblər. Hörmətli izləyicilər, bax, burada bir dənə bir otaq var. Sadəcə, yəni iş otağı kimi eləyə bilərsiniz. Nəsə, nə bilim, nəsə, uşaq hazırlaşdırmaq üçün müəllim üçün əlverişlidir. Demək, sadəcə bağlıdır deyə biz indi oranı çəkə bilməyəcək, amma əsas evin için çəkəcək. Ev əşyalı satılır. Nəzərinizə çatdırım. Bax, bura giriş hissəsidir. Burada bir mətbəx. Gördüyünüz kimi, mətbəx hissəsidir. Bura qonaq otağıdır. Buradan bayaqlar demişdim, çölə qapı qoymuşdu. Yəni birbaşa, yəni çöllə əlaqədə olmaqdan ötürü. Gördüyünüz kimi, həmin o qapıdır. Qeyd eləmişdim bayaqları. Burada bir otaq, oturmaq üçün. Qalxır yuxarı, evin kürsüsü var. Demək, çıxan kimi. Buranın santar qoşağı, sol tərəfdə. Ayrı-ayrıdır. Hamamda ayrıdır, santar qoşağı ayrıdır. Keçirək bura. Burada yenə hamam hissəsidir, təmiri qaydasındadır, gördüyünüz kimi. Bir də yuxarıda, burada bir də ayrıca mətbəx hissəsi var, evin. Gördüyünüz kimi, 2 dənə mətbəxi var. Bura evin aşağı həyət üçün nəzərdə tutulub. Bu hissəsi də gördüyünüz kimi evin yuxarıda bir də 2 dənə mətbəxi var. Buradan qalxırıq, yuxarı 3 otaqdır. Bax, burada belə bir otaqdır. Ev haradasa deyirəm 4 sota yaxındır. 3 neçə sotun içindədir. Burada bir gördüyünüz kimi bir qonaq otağıdır. 2 də burada bir qonaq otağı var. Hal-hazırda bu düzdür. Burada yaşayış yoxdur deyə. İndi hal-hazırda ev amma biraz tör-töküntü düzdür sayın. Amma ev həqiqətən yaxşı yerdə yerləşir, yerdə qəşəngdir. Bura bir uşaq otağıdır. Və bir də geniş yataq otağı var burada ayrıca. Gördüyünüz kimi. Burada uşaq otağıdır. Kombi sistemləri zaten hamısı var. Gördüyünüz kimi hamısı qaydasında. Təmir də normaldır. Yaşayışlı evdir. Evin qaydası hər şeydir. Aşağıda bir dənə oturmaq üçün birdir. Burada da bir yenə ayrıca bir zaldır. Cəmi 4 otaqdır. 2 mətbəxi var. Ayrıca çöldə manqalxanası zaten hamısı besetkası. Gördüyünüz kimi, yəni ev hər şey qaydasındadır. Hörmətli izləyicilər, əlavə də çöldə bir otaq var. Yəni demək olar 4 plus 1 otaq, 5 otaqdır cəmi. Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmasına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Demək,
Evin qiyməti, yəni qoy deyim sizin nəzərinizə. 2 otaqlı şəhərdə 2 otağa barter olunur. Bunu da nəzərinizə çatdırım. Qiyməti 165 min start qiymətdir. Real alıcı olsa endirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözdə hörmətli izləyicilər ev sahibi deyəcək. Yəni barterə gedir ev sahibi 2 otağına, şəhərdə 2 otaqlarla gedir. 165 min start qiymətdir. Real alıcı da olsa, alqı-satqı da olsa aşağı olmağına endirim olacaq. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin. Allah